Əlbəttə ki, yəqin ki, İlham Əliyevin pula ehtiyacı yoxdur, özünün, ailəsinin, ətrafındakı oliqarxların, onların pula yəqin ki, ehtiyacları yoxdur. Amma Azərbaycan adından bunu demək çox çətindir. Bilirsiniz, Azərbaycan vətəndaşları əgər hətta Ermənistandan da 50% ortalama az əmək haqqı alırsa, necə demək olar ki, bizim pula ehtiyacımız yoxdur? Əgər Azərbaycanda 10 milyonluq bir əhalinin yalnız 1,7 milyon nəfərinin daimi işi varsa və onun da yalnız yarısının, yəni təqribən 850 min insanın 450 manat və daha yuxarı əmək haqqı imkanı varsa bu ölkədə, necə demək olar ki, bizim pula ehtiyacımız yoxdur? Əgər Azərbaycanlı qadınlar hətta İran qadınlarından 10 yaş, Türkiyə və Rusiya qadınlarından 7 yaş daha sonra pensiya çıxırlarsa, necə demək olar ki, Azərbaycanın pula ehtiyacı yoxdur? Əgər hətta rəsmiləşmiş statistikada 254 min ailə ərzağını borc dəftərlərinə yazmaqla alırsa, 254 min ailə də aşağısı 1 milyon insan deməkdir. Deməli, 1 milyon insan ərzağı belə borcla alırsa, bir daha vurğulayıram ki, bu hələ rəsmiləşmiş hissəsidir. Biz bilirik ki, o borcun bir o qədəri də yəqin ki, rəsmiləşməmiş olur. Mən əminəm ki, 2 milyona yaxın insandır bu borcla bir təhər aydan aya deməli, ömrünü yaşayanlar. Necə demək olar ki, Azərbaycanda bizim pula ehtiyacımız yoxdur, biz özümüz başqalarına pul veririk. Nəyə biz güvənib belə danışırıq? Əgər Azərbaycanda 8-9 min nəfər tələbə həmin o təhsil pulunu ödəyə bilmədiyi üçün təhsildən məhrum olubsa, belə bir ölkənin başçısı necə pulunun çoxluğu ilə öyünə bilər? Pulun çoxdursa, doğrudan da, o zaman bu gənclər niyə görə həyatları puç olmalıdır? Onların axı arzusu vardı, ali təhsilli olacaqdılar. Yalnız pul olmadığına görə onlar universitet təhsil ala bilmədilər. Nə qədər çətindir universitetlərin təhsil haqqını ləğv eləmək və 10 minlərlə bütövlükdə gəncin üzünə universitet qapılarını açmaq, doğrudan da pulu olan ölkə öz vətəndaşlarına bunu yaşadarmı? Doğrudan ölkənin pulu çoxdur. O zaman bu 100 minlərlə Qarabağ veteranına bu nə zülmdə edilir? Hər şeyin qiyməti qalxır. Təkcə elə 2020-ci ildən sonraki ilbəil inflyasiyanı düşünün və o 80 manat necə bir gülünc bir rəqəmdir, təhqiramiz bir rəqəmdir. Onu aradan qaldırın heç olmasa. Deməli, pulu olan ölkə nəyə görə özünün qəhrəman veteranına 80 manat müavinət verməlidir? Pulu olan ölkənin nəyə görə 100 nəfərə yaxın qazisi canına qıymalıdır, onların sosial problemləri həll olunmamalıdır? Bütün bunların hamısı əlbəttə ki, haqlı suallardır və bizim tərəfimizdən əlbəttə qaldırılacaq. Azərbaycandakı repressiyalar həm də buna görə aparılır ki, bu suallar qaldırılmasın. Amma hələ də var bu sualları verən adamlar Azərbaycanda. Deməli, ona görə də biz bilməliyik ki, bu açıqlamaların hamısı Azərbaycan hakimiyyətinin bir daha xalqdan nə qədər qopduğunu göstərir. Əlbəttə ki, kimsə deyə bilər ki, burada İlham Əliyev onu nəzərdə tutub ki, xarici borcu Azərbaycanın azdır müqayisədə, başqa ölkələrlə müqayisədə xarici borcu azdır. Burada da saxtakarlıq var, əziz həmvətənlər. Əvvəla, böyük bir fərqi yoxdur. Xarici borcu azdır, amma daxili borcu çoxdur. Deməli, o böyük borcuların əksəriyyətini qəbul ediblər dövlətin üzərinə. Beynəlxalq bankdan 11 milyard Beynəlxalq bankın borcu vardı. Oradan üzbəri, deməli, dövlətin üzərində çox sayılı 10 milyardlarla borc toplanıb. İkincisi, bu dövlət şirkətləri dövlət təminatı ilə böyük kreditlər alırlar. Həmin alınan kreditlərin təminatını dövlət verir. Yəni sabahları Sokar, Azərenerji, fərqi yoxdur, Azərsu, bütün bu dövlət şirkətləri borcunu ödəyə bilməyəndə o pulu kim ödəməlidir? Azərbaycan dövləti ödəməlidir. Yəni, formal olaraq bu borclar güya dövlətin deyil. Amma faktiki olaraq dövlətindir. Dövlət həm o daxili borcları ödəməlidir, həm o dövlət şirkətlərinin borcunu ödəməlidir. Və bu qədər borc var ikən həmin bu şirkətlər tərəfindən necə demək olar ki, bizim pula ehtiyacımız yoxdur? Necə demək olar ki, Azərbaycan artıq başqalarına, beynəlxalq hətta təşkilatlar bizdən kredit almağa hazırlaşır. O kredit almaq, vermək imkanın var, ilk növbədə bu xalqa həmin o ucuz, güzəştli kreditlərdən ver də. Necə ola bilər axın, Azərbaycanlılar bu qədər çətin vəziyyətdə yaşayırlar. Azərbaycanlılar çörək dalınca həyatlarını riskə atıb
Rusiyaya, o soyuq Sibir çöllərinə gedirlər, Qazaxstana gedirlər, savaşın getdiyi Ukraynaya gedirlər. Bütün vasitələrdən istifadə edirlər ki, bir təhər Avropaya çıxa bilsinlər. Amma sən Azərbaycanlıları bütün bu imkanlardan məhrum etmirsən. Azərbaycanlılar açıq-aşkar dolana bilmir. Azərbaycanlıların böyük əksəriyyəti xəstəliklərlə baş-başa qalıb. Ölkə vətəndaşlarına verdiyin pensiya, yaşlı insanların o aldığı pensiya heç dərman pulunu ödəmir bu insanların. Azərbaycanlıların böyük əksəriyyəti o zəruri vitaminləri, digər deməli mineralları qəbul edə bilmirlər. Dünyada başqa bir trend var, həyat tərzi var. Azərbaycanda tamamilə başqa bir trend, həyat tərzi var. Azərbaycan nə ilə öyünə bilər? Ürək xəstəlikləri üzrə çempion, xərçəng xəstəliyi üzrə çempion, uşaq ölümlərinə görə çempion. Və sən pulun çox olmağından danışırsan. O pulun bu millətə bir isti soyuğu olacaqmı? Pulun çoxdursa nəyə görə son illərdə 250 min nəfər insanı pensiyadan məhrum etmirsən? Azərbaycan qadınları gəlib 55 yaşda pensiya yaşına çatır. Amma bu demək deyil pensiya alacaqlar. Xüsusilə axı qadınlarda o əmək stajı toplanmır. Onların böyük əksəriyyəti işləyəndə də qeyri-rəsmi işləyiblər. Onları bax, sizin məmurlar, bu hökumətin məmurları, bu hökumətin oliqarxları qeyri-qanuni işlədib, əmək müqaviləsiz işlədiblər. Onlar gəlib hətta bir təhər o 65 yaşa çatanda da gəlib qocalıq müavinəti alacaqlar. İnsanlar pensiyadan məhrum edilir, əhlilər müavinətdən məhrum edilir. Uşaq pulu vermirsən bu millətə. İnsanlar, bu ölkənin uşaqları avitaminozdan əziyyət çəkir, vitamin çatışmazlığı, kütləvi şəkildə boyların qısalması belə davam edərsə sabah Azərbaycan orduya toplamağa sağlam gənclər tapa bilməyəcək. Ölkənin milyonlarla uşağı vitamin çatışmazlığından əziyyət çəkirkən, pulsuzluqdan, nimdaş paltarlardan əziyyət çəkirkən, ölkənin təhsili, səhiyyəsi məhv olmuşkən, necə durub belə bir ölkənin rəhbəri pulun çoxluğundan danışa bilər? Əgər çoxdur pulumuz, doğrudan pula ehtiyacımız yoxdur, onda lütfən bu millətə də həmin o pula şərik edin. Bu millətin də haqqı var, payı var. Bu milli sərvətlər hesabına əldə olunub o pullar. Varsa da həmin o rezervləri nəzərdə tutur. O rezervlər əlbəttə ki, neftin, qazın satılmasından əldə olunub. Hökumətin burada hansısa bir iqtisadi siyasətinin rolu yoxdur ki, o nefti, qazı Allah bu millətə bəxş edib, xarici şirkətlər də gəlib onu çıxardır və pulu da verirlər, keçirdirlər dövlətin hesabına. Burada heç hökumətin bir rolu yoxdur ki, sabahları istənilən başqa bir hökumət olsa, o pullar satılmış neftin, qazın pulu köçməyəcək Azərbaycan Dövlət Neft Fondunun hesabına. Deməli, bu toplanmış sərvət nə qədər hələ ki qalıb orada, israfdan, korrupsiyadan, xaricə daşınmalardan sonra nə qədər ki sərvət qalıb, o bu millətin sərvətidir. Bu millətə xərclənməlidir, o öyünmək üçün deyil, o bədxərclik eləmək üçün deyil, o qlobal özünü güc kimi təsəvvür eləmək üçün deyil. Bu millət acı içindədir, yoxsulluq içindədir və bu millətin haqqı olanı ona vermək lazımdır.